İndi ara gedirik. İndi bir dənə park var. Bir dəfə olmuşam orada. Qəşəng parkda. Bir də indi yeni gedirəm. Bir iki kadr göstərim sizə. Тело нежное твое под летним платьем. Я не забуду тебя. Parkın girişi bağlıdır. Yəqin ki maşın üçün bağlıdır. Burada yol ikiye ayrılır. Sağa və sola. Əlbəttə ki sola seçirik. Axşam da düşür. Amma qəşəng təbiətin qoxusu gəlir. Prosta heyvan yoxdur ya burada. Bir iki dənə heyvan da görsəm maraqlı olardı. Nə bilim, meymun tullanardı ağaçdan ağaca maraqlı olardı. Qabaqda göl var. Tor yapışdı. Oyda, bura qəşəngdir. Yazdı buradan göstərim. Aslında burada kamp eləmək olar. Bilmirəm nə dərəcədə nəzarət var bura. Ümumiyyətlə bu ştatda kamp eləməyə, daha doğrusu ocaq qalamağa bir növ ban qoyublar. Çünki meşə yanğınları çox olur. Həm təbii səbəblərdən, həm insani səbəblərdən. Ona görə qalağı qoyublar. Keçən dəfə bir dənə yerə gitmişdik. Orada məsəl üçün bizə icazə vermədilər. Dedilər olmaz. Olmaz da. Nədə? Nədə? Şurada. Təbiətdən ağaçlarlar. Burada opşum tonqa qalamaq, ocaq yandırmaq olmaz. Meşə yanğınları qarşısını almaq üçün edilər. Yine iki yol ayrıcı. Sağ yoxsa sol. Əlbəttə ki, yenə sol. Çünki tanıyıram yolu. Almışam. Sol elə bir şey gedir biraz gölün sahilinə. Yeriyə biləcəyimiz sahilə. Kaş bunlar qorxmasaydı. Sığallaya bilsəydi. Çox şirin gəlirlər. Bura həm də adam da az gəlir. Daha sakitçilik digər parklara və qoruqlara nisbətən. Günəş də batır oradan. Düzdür, gün batımını izləmək olmur. Çünki ağaclar imkan vermir. Amma okeydir. Nədən giz-giz şeylər var? Cəmaət farkı nəyə gəlir? Bu nədir? İp. Kiməsə cadı edirlər, bax. Burada da belə şeylər varmış. Boy. Telefon. Bu parkda cəmaət nə işlər görür? Görəsən kimisə öldürüblər. Onda telefon atıblar bura. Bəlkə. Telefona əl vurum. Biraz maraqlı gəldi. Biraz üstünü toz basıb. Başka bir şey de var ya orada. Size partlayır da əl vururum. Nerede bunlar böyle? Qəribə bir telefondur. Bu modelin heç adını da bilmirəm. İşləyir. Tamam. Buna əl vurmadıq. Toxunmuruq da. Parkda bir şey olsaydı, parkın nəzarətçisi falan təhvil verə bilərdim. Amma heç kim olmadığı üçün. Şimdi biraz aksiyon. Oyda əməlli balıq var ya burada. Bak. Allah.
Uçan tırtıl zad üstüme gəlməsin. Keşkədə böyükləri də var hətta. Maraqlıdır, nə balıqdır bunlar. Çox irəli getmək istəmirəm. Düzdür, heç olmayacaq, dayasıdır. Prosta ayağım su olmasın da axatım yoxdur. Full aksiyon, yəni davam edirik. Full aksiyon yazır. Şöyle o tərəflərdən alır. Sizə də göstərim. Çox da maraqlıymış siz kimi. Əslində biraz da acdım. Arada adam səsi gəldi. Ama kimlərsə var. Nə olur, tərbiyə seyr eləmir, xahiş edirəm. Neyinlər onlar? Prosta simişiblər deyəsən. İçindən qaqaşdı. Simişiblər də. Prosta burada çınlı olmasaq. Aha, dələ. Nəsə yiyirdi. Ne da gələn yer? Şirin bir. Ne baksa? O bunu yedi. Neyse meyve kabuğunu oxuşuyor. 2 tane Hispanik qaqamaymış. Gəlmişlər ayaqlarını suya salmağa. Yəqin ki. Romantik bir şəkildə. Neyse bunu da atıram. Gələr özü yiyər. Mən gedim. Bura daha belə geniş sahildir. Okey. Deməli olur. Aslında ola bilər. Bura bir dənə çadır qursam. Bax orada da tonqa qalayıblar. Orada. Çadır qursam alayım. Ot iyi gəlir. Çöpə uşağı. Konkret otun iyi gəlir. Çəkiblər. Tərbiyəsiz. Neyse. Biz devam edelim. Buradan iyi gəlir. Burası yaxşıdır. Necə bir dənə qurbağa da yoxdur burada. Tullanardı. Şap diye şeye girərdi. Ördək də var bir ihtimal. Aslında yəqin ki başqa sahillərdədirlər. Bu sahildə deyirlər. Biz də aeroportun yanındayıq deyəsən. Yolumuza davam edirik amma get-gedə daha qaranlıqlaşır. Elə bu arxamca nəsə düşüb. Evet. Bu nəsə səs gəldi mənim arxamca. Bax bu. Bax yenə səs eşitdim. Ya qorxuram deyə biraz hükməyə başladım. Ya da şöyle kanalardakı kimi görünməz varlıqlar. Şimdi görəcək birazdan. Bu nəyin səsi də axı arxamdan gəlir. Ağaçlardan yəqin dələlər səs eləyir. Mən də qol qısada olduğum üçün, şortda olduğum üçün bütün uçan şeyləri hiss edirəm gəlib qonurlar üstünə. Amma biraz aşmışam bunu. Əvvəl daha çox belə diksinirdim. Sadəcə bundan əvvəlki ştatda evimiz meşəliyin içində idi. Da evdə quşmuş. Da evdə hər cür böcək, nə bilim, hörümçək. Səhər gözümü açıram, divarda bir şey gəzir, qara. Elə alışdım. Aha, gəldi, bayaqları sağ-sol deyirdim. Solu seçmişdik, oradan getdik, indi qayıdırıq buraya. Biraz dincələk, sonra bir dənə qaz station var.
Bəlkə orada bir şeylər yemək gedərik. Evdən də çox uzaqda deyilik. Biz indi buradayıq. Bizim evdə təxmini tərəflərdədir. Bir yarım saatlıq falan yoldur. İndi bir dənə gas station'a gedək. Bir şeylər almağa, içəcək, yeyəcək bir şey almağa. Deməli, axşam 8:21-dir. O da polis. Çünki 8-dən sonra artıq bütün parklar, bütün dediyim şəhər kənarı parklar artıq bağlanmış vəziyyətdə olmalıdır və kimsə olmamalıdır. Polis də indi girdi, bir dənə nəzarət elədi. Mən də yavaş-yavaş saxlaya da bilər mənə əslində. Qoy mən normal sürətlə sürüm. Neyse. Arxamıza düşmüş vəziyyətdə. Neyse, məndən işi yox imiş. Burası da nəzarətə gəlib yəqin ki. Mən də yola düzəldim. Düşmədi alma. İndi bir dənə quick trip'ə gedirik. Quick trip idi ad deyəsən. Səhv həm belə gas station'da, həm də ki bir şeylər də almaq olur. Yiyəcək, içəcək. Çatdıq gas station'ımıza. İndi maşını bir dənə park eləyək. Prosta belə qiymətlərə də baxarıq. İstəmirəm ki, sırf belə ay nə bilim gas station'da market fiyatları zaten. Belə şey çəkməyə xoşlamıram. Nasıl da heç nə çəkməmişəm bu kimi. Prosta ümumiyyətlə də çəksəm də, davamlı çəksəm də onu çəkməyəcəm. Çünki o hamı çəkib, hamı da bilir qiymətləri. Girən kimi sular qarşılayır. Burada biraz baha olur. Məsəl üçün bu adicə belə bir şey 2.89. Başda $3. Heç dəyməz yəni. 2 dənəsi 7.50-yə. Monsterlar. Bunlar böyüdülər, böyük boylardır. Burada böyük kofe maşında. Mən sadəcə kofe xoşlamıram. Bunlar nədir belə? Milkshake deyəsən. Elə bir şey, yoxsa başqa bir şey, hər neysə. Burada belə donatlar var. Gic. Heç məsləhət görmürəm. Çox zərərli bir şeylərdir. Burada da belə şinyatlar. Ümumiyyətlə burada şinyatlar çox satırlar. Çox yeyirlər ki, çox satılır, amma heç sevmirəm. Adətən mən pizza alıram. Pepperoni pizza slice 2 dənəsi $6 olur, biri də $3.50-yə. Amma hamısı tip göründüyü qədər. Burada belə bir şeylər var. 2.30-a. Hot dog eləyə bilərsən özünə, amma hot dog mənə çəkmir. Burada da hot dog eləyəndən sonra burada soslar var. İstədiyin sosu istədiyin qədər istifadə edə bilirsən. Bu cür soslar da var. Adlar azdır kimi. Bunlardan da istifadə edib buraxa bilərsən. Maraqlı. Bu da enerji içkisidir. Çox maraqlıdır belə. Buzun içində qəşəng görsən. Burada da qazlı içkilər. Belə bankalar $2. O birislər nə bilim 2.90 falan. Sadəcə bunların heç biri mənim mesela canımı çəkmir. Ümumiyyətlə çox belə şeylər yeyəmirəm. Amma bunlardan almaq olar elə bil. Bunlar nədir?
Bunlar ben de bilmirəm nədir. Prosta bilirəm ki, buzlu olur bunlar. Belə nə su kimi içiləcək bir şeydir, nə də marojna kimi deyil. Onun ortasıdır yəni. Aslında sınamaq olar da. Prosta bunlar da məsələn çerini sınaya bilərəm aslında. On the very bottom. Nədir da bu? Ha, bax. Məsələn bunun üstünə yazılıb Lil Q. Bu deməli ən balaca nə deyim buna? Kap deyim. Onun qiyməti orada 1.50. Olar, gəl bunu sınayaq. Bax, hansını sınasam? Mən çerini xoşlayıram, amma turş almanı da xoşlayıram. Qarpız yox, beri yox. Okey, gəl çeri olsun. Kuş. Dağıttım. Okey, bunu götürdük. Bunun qapağı hanı? Çox gözəl sual ortaya çıxır. Qapaqları qapaq görə bilmirəm niyəsə. Bəlkə də kassa da verirlər qapağı, bilmirəm. Qapaqlar buradaymış. Deməli, biz ən balacasını götürdük. Hansıdır bu? Ne böyle bunu qəribə qapaqdır belə. Ya böyle oldu da. Lilç, bax budur. Okey. Qapağı da otuşturduq. Bir dənə də bundan. Əssalam, gedək ödəməyə. See you later. Have a good Thank you. You too. Deməli 1.50 idi. Qapı özünə baxın. Qəribə şeylər olub. 1.50 idi, vergi ilə, takslə bir yerdə oldu 1.61. 10 qəpik də elə bir şey. Üstünə vergisi gəldi. İndi bunun baxa görə nə tər bir dadı var. Mən adı ümumiyyətlə frozen gedir, donmuş. Maraqlıdır. Bu Cansu var ya, belə balaca olurdu. O vaxtı 10 qəpiyə, 20 qəpiyə da. Bax onun dadını verir. Belə sərinləmək üçün alıb içmək olar. Maraqlıdır yəni, o var. Biraz da acığım var. Prosto pizza yox idi burada. Davam edək. Niyə davam edək əslində? Davam edəcək bir şey qalmadı. Mən bunu içəcəyim evə. Sağ olun. Evə də yol. Uçan vermirlər. Bunu içmirlər də. Fikirdən qovulmalı. Evə də yol 22 dəqiqədir, 15 mayıl. Neyse. İşimiz bitti. Soyuq içimizi de aldık. Burası da böyle bir yeriydi. Şimdi eve doğru yola düşürük.